Yazdırım. Aha. Seyvəsin klaviatura qısa yolu. Kontrol S plus Yox. S. Save'in qısa yolu Ctrl S'dir. Seyvəsin qısa yolu S'ten F12. F2, Ha, F12. 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 Ha, Open F12. F12. əmrinin klaviatura qısa yolu Kontrol C. Ctrl Altı. C. Open'dır da müəllimlər. Baxın, O hərfi, open, O. O. Ha, açmaq. O. Fikrim başqa idi. Close əmrinin klaviatura qısa yolu Ctrl plus F4. Bunları yadda saxlamaq lazımdır. Onları Deməli, Hörmət yazmıyorum. edib ataşam onların hamısını. Ha, bəli, onları atacaq yazmıyorum. yenə də dərs keçəndə müəllimlər, mən dedikcə çalışın qeyd eləyin, elə də yadınızda qalsın. Info əmri kompüterimizin, daha doğrusu Word proqramı haqqında məlumatlar verir. Word proqramı və hal-hazırda belə deyək də sənədimiz haqqında, əsasən sənəd haqqında, proqram haqqında deməyək. Sənəd haqqında. Baxın, sənəddə neçə səhifə var, neçə sözdən ibarətdir, ölçü olaraq hansı vərəqi seçmişik, başlıq nədir, ən son redaktə etdiyimiz vaxt, filan, yaradılma tarixi, sənəd haqqında bütün məlumatlar info əmrində əks olunur. Baxın, burada sənədimizin ilk görünüşü də, yəni daha doğrusu hal-hazırda necə görünür, həmin görünüşü də var. Info əmrindən başqa nə edə bilərik? Baxın, suallara ən çox düşən hissədən deyək. Bu protect document hissəsinə daxil olub, buradan baxın, encrypt with password əmrini vurub, sənədimizdə password, yəni parol qoya bilərik. Məsələn, mən burada parol yazdım, yenidən təkrar daxil etməyimi istəyir, yenidən təkrar daxil etdim və sənədimə parol yerləşdirdim. Artıq mən bu sənədə ikinci dəfə daxil olmaq istəsəm, məndən parol istəyəcək və mən həmin parolu daxil etməsəm sənədim açılmayacaq. Sizə desə ki, sənədə parolu hardan daxil edə bilərik? Baxın, info əmri, fayl menüsü. Info əmri protect document hissəsindən encrypt with password hissəsindən parol daxil edə bilərik. Recent əmri, baxın, recent əmri kompüterimizdə ən son Word proqramında açdığımız Word fayllarını və həmin faylların yerləşdiyi qovluqları əks etdirir. Deməli, recent əmri bir də deyirəm, ən son istifadə etdiyimiz faylları əks etdirir. Baxın, müəllimlər, recent əmrinin aşağısında baxın, belə bir hissə var. Baxın, burada işarəni, təsdiq işarəsini bura qoya bilərik və yaxud da götürə bilərik. Bu sürətli panelə ən son istifadə etdiyimiz neçə dənə faili istəsəz yerləşdirə bilərik. Baxın, hal-hazırda burada recent əmrinin yanında ən son istifadə etdiyimiz faillərin adları yoxdur. Ancaq recent əmrinə daxil olanda bu sağ tərəfdə gəlir faillərin adları. Amma mən burada, məsələn, bu işarəni vurdum və burada 3-ü, baxın 3-dür, məsələn, mən yazıram 5. Baxın, indi burada görürsünüz, ən son istifadə etdiyim, əslində bura 5 yazmışam. Bircə dəqiqə bunu təsdiqləyək. Baxın, ən son istifadə etdiyim 5 dənə komanda öz əksini tapır. Bu belə. Əgər məsələn 10 yazsam, ən son istifadə etdiyim, açdığım 10 dənə komanda öz əksini tapacaq. Sonra keçək indi, əgər buradan bu işarəni götürsəm, burada heç bir komanda, baxın, heç bir komanda qalmayacaq. İndi keçək new əmrinə. New yeni deməkdir. Əgər yeni sənəd yaratmaq istəyirsinizsə, o zaman new əmrindən istifadə edirsiniz. Baxın, mən bura yazıram salam. Mənim sənədimdə salam sözü var. İndi keçirəm, istəyirəm bu sənədim olduğu kimi qalsın. Bir dənə də əlavə vərəq sənəd açım, kitab kimi də belə deyək. New əmrini vururam və burada mənə deyir ki, boşmu sənəd yaratmaq istəyirsiniz, yoxsa hər hansısa şablonmu sənəd yaratmaq istəyirsiniz? Mən boş sənəd yaradıram. Baxın, bayaqçı salam sözüm getdi. İndi aşağıya gəlirəm, baxın bu hissəyə. Word proqramının ikonunun üzərinə gələndə burada 2 dənə sənəd açılır. Dokument 1, baxın, dokument 2. Dokument 1 mənim sənədimdir, bu salam yazdığım. Dokument 2-də yeni yaratdığım, baxın, burada heç bir şey yoxdur. Yeni yaratdığım sənəddir.
Deməli, bu belə, bu bizim new əmrimiz. New əmrinin klaviatura qısa yolu var. Ctrl plus N-dir. Yəni baş hərfi. Info və recent üçün klaviatura qısa yolu yoxdur demirik. Keçək print əmrinə. Müəllimlər, print əmri əslində Word proqramında çox vacib bir komandadır və buradan suallar çox gəlir. Print çap etmək deməkdir. Print əmrinə daxil oluram. Klaviatura qısa yolu yenə də baş hərfindən kontrol düyməsidir. Yəni Ctrl plus P. Print əmrində nələrimiz var? Baxın, burada belə bir print komandası var. Biz məsələyə baxın, bu hissənin hamısına baxacağıq print əmrində. Print komandası ən son istifadə edəcəyimiz komandadır. Yəni biz burada nizamlamaların hamısını etdikdən sonra ən sonda printdən istifadə edəcəyik. Kopya hissəsi. Müəllimlər, kopya sənəddən neçə kopya olacaq? Bunu göstərir. Məsələn, mən bura 3 yazsam, hansı vərəqi çıxardıramsa, həmin vərəqdən 3 dənə kopya, yəni 3 dənə nüsxəsini çıxardacaq. Deməli, burada isə baxın bu Canon MF3010 yazılıb ha. Bu printerin növünü göstərir. Yəni hansı printerdən çıxardacağım bu vərəqləri? Ola bilsin ki, mənim kompüterimin yanında 3 dənə printer var, 5 dənə printer var. Mən printerlə kompüter, hansı printerlə kompüteri əlaqələndirmişəmsə, buradan həmin belə deyək printerimiz seçilir. Baxın, burada məsələn fax filan istifadə edirsinizsə, fax qurğusunun filan driveri avtomatik yükləndiyinə görə özləri buradan faxı seçə bilərsiniz. Amma burada başqa printerlər olsaydı, əgər onların da adları gələrdi. Buradan seçili olduğuna əmin olduqdan sonra düşürük aşağıdakı hissəyə. Baxın, tutaq ki, mənim sənədim 10 səhvədən ibarət bir mətnim var. Mən istəyirəm ki, bu mətnin 10 səhvəsini, onu da çıxsın. Kopyada 1 yazıram. Baxın, burada 1-dir. 10 səhvənin hamısı çıxmağını istəyirəmsə, burada print all page. All hamısı deməkdir. Səhvələr, page səhvə, səhvələrin hamısını çap et. Əgər mən burada print all page əmrini dəyişdirməsəm, 10 səhvənin onu da hərəsindən bir nüsxə olmaqla çap olunacaq. Əgər print all page-dən daxil olub, baxın, burada fikir verin müəllimlər, baxın, print all page sözünün altına yazılıb, print the entire document. Yəni bu sənəddə olan bütün dokumentlə, bütün sənədin hamısını da belə də daxilində olan bütün vərəqləri çap edəcək. Amma bəlkə mən bu 10 səhvəlik sənədin və yaxud da 100 səhvəlik kitabım varsa, mən bunun tək səhvələrini çap etmək istəyirəm. Yəni, 1-ci səhvə, 3-cü, 5-ci və yaxud da 10 səhvəlik sənədin ola bilsin ki, mən yalnız cüt səhvələrini çap edə bilərəm. O zaman nə edirik? Print all page əmrinin üzərində vururuq. Gəlirik aşağıya, baxın. Only print odd page. Əgər mən burada, baxın buna fikir verin, odd sözünə. Görürsünüz, odd sözü tək deməkdir. Əgər mən odd page seçsəm, o zaman mənim sənədimin tək səhvələri çap olunacaq yalnız. Həmişə buna fikir verin. Print all page-in altında görün, odd page varsa tək səhvələrdir. Baxın, even page. Görürsünüz, even page yazılıbsa, o zaman cüt səhvələrdir. Bunu da necə yadda saxlayırsınız? Mən uşaqlara həmişə bunu hiylə ilə öyrədirəm açığı. Çünki ingilis dili, rus dili olan uşaqlar var, yəni təkcə ingilis dili olmayanlar var. Even sözü, bunu necə yazaq? Baxın, even sözü özü 4 dənə simvoldan ibarətdir. Odd sözü də 3 dənə simvoldan ibarətdir də hərflərin sayını deyirik. Görürsünüz, 3 təkdir, 4 cütdür. Yəni, bu sözdəki simvol sayına görə bunun tək və yaxud da cüt olduğunu yadınızda saxlaya bilərsiniz. Yəni, bu bir hiylə olsun sizin üçün. İndi gəlin davam edək digər komandalarına. Deməli, baxın, burada deməli print all page əmrində əgər dedik, heç bir şey yazılmayıbsa, yəni nə odd, nə page yazılmayıbsa, o zaman hamısını, tək, cüt, qarışıq hamısını çap edəcək. Bir də var müəllimlər, burada print
custom range, yəni xüsusi interval. Xüsusi intervalı çap edəndə nə edirik? Biz burada artıq əlimizlə hansı səhvələr istəyiriksə bunları yaza bilərik. Baxın, üzərinə gələndə əslində bizə belə bir fikir verin və aşağıda bir ipucu pəncərəsi açılır. Bizə belə bir 1, 3, 5, 12, yəni bunu bizə göstərir ki, necə yaza bilərik? Biz məsələn 100 səhifəlik kitabımız var. Mən istəyirəm ki, birinci səhifəni çıxartsın, beşinci səhifəni çıxartsın. Biraz da yaxınlaşdıraq. 9-cu səhifə çıxsın və 15-ci səhifə çıxsın. 15-dən 35-ə qədər hamısını çıxartsın. Belə yazanda müəllimlər 15-35 yazanda 15-dən 35-ə qədər 15-dən 35-in özü də daxil olmaqla hamısını ekrana hamısını çap edir. Sonra tutaq ki 100 səhifəlik kitabdan bir də istəyirəm 47-ci səhifə olsun, bir də 95-ci səhifə olsun. Baxın, bu şəkildə yazmaq lazımdır. Arada vərəq yoxdursa, yəni oradan budan vərəqlərdirsə, bunu vergüllə, yox, ardıcıl vərəqlərdirsə, bunu tire ilə yazmaq məsləhətlidir. Deməli, baxın, bizdən soruşur ki, bəzən belə verir, deyir, burada neçə dənə səhifədən söhbət gedir. O zaman hesablayırsınız. 1, 5, 9, elədi 3 dənə səhifə. 47, 95, elədi 5 dənə səhifə. Bir də biz bu aralıqda neçə səhifə var? Bunu tapmalıyıq. Tapmaq üçün qısa yolumuz nədir? 35-dən 15 çıxırıq, üzərinə 1 gəlirik. Çünki bu riyaziyyatdakı intervalla eynidir də, belə deyək. Gəlin burada intervalla bunu göstərək. Baxın. Əgər riyaziyyatda deyirik ki, 15 və 35 əgər kvadrat mötərizə içərisində yazılıbsa, o zaman bu deməkdir ki, 15 də 35 də bu intervala daxildir. Buradakı ədədlərin sayını tapanda 35-dən 15 çıxırıq, üzərinə həmişə 1 gəlirik. Bu da eləyir 20, bir də gələndə 21. Deməli, burada söhbət gedir 21 səhvədən. Yəni, burada hər iki tərəf daxil olanda biz bunu bu şəkildə həll edirik. Dedik ki, 15 ilə 35 də intervala daxildir deyə çıxıb üstə 1 gəlirik. Deməli, 1, 2, 3, 4, 5. 5 səhvə bunlar tək olanlar. Bu intervalda da 21 səhvə var deyə 5 üstə gələk 21, eləyir 26 dənə səhvə. Əgər 26 səhvəmiz varsa, sonra gedirik yuxarıya, kopya sayına baxırıq. Məsələn, burada olsaydı 2, gözlüyün qələmi ləğv edək. Kopya sayında olsaydı 2, o zaman deyərdik ki, 26 vərəqim səhvəm var. Hər səhvədən 2 dənə istəyib deyə 26-nı 2-yə vurardıq, deyərdik 52 dənə vərəq çap olunacaq. Custom range, baxın, bunu göstərir. Gəlin, keçək digər hissələrə. Müəllimlər, mikrofonlar zəhmət olmasa bağlayın. Aha. Davam edək. Custom range dedik, xüsusi intervalı göstərmək üçün istifadə olunur. Keçək digərlərinə. Print current page. Current cari deməkdir. Baxın, müəllimlər, tutaq ki, biz 100 səhifəlik kitabın 57-ci səhifəsindəyik hal-hazırda. 57-ci səhifəni oxuyuruq. Bu sorumuz oradadır. Yəni, yanıb sönən düz xəttimiz 57-ci səhifənin üzərindədir. Və biz 57-ci səhifəni çap etmək istəyirik. Tutaq ki, səhifələr də nömrələnməyib. Biz hardan biləcəyik ki, bu neçənci səhvədir və biz bu səhvəni çap eləyəcəyik? Biz həmin səhvəni çap etmək üçün gəlirik print current page, yəni cari səhvəni çap et. Bu əmri vuranda hal-hazırda hansı səhvənin üzərində isə həmin səhvəni çap edir. Baxın, burada bir dənə də komandamız var. Print selection. Seçilmiş hissə. Selection seçilmişdir. Bu nədir? Tutaq ki, bizim bir mətnimiz var. Gəlin bir kompüterimizin yaddaşından mətn açaq. Məsələn, bu olsun. Baxın, buna parol qoymuşam deyə fikir versiniz. Məndən parol istəyir.
Tutaq ki, mən, baxın, mətnin bu hissəsini də çap etmək istəyirəm. Bu hissəni seçdim. Print əmrinə gəldim. Baxın, indi oradakı print current page görürsünüzmü? Aktiv vəziyyətdədir. Artıq mən bunu seçə bilirəm. Bunu seçib çap edəndə mən seçilmiş hissəni çap etmiş oluram. Bu da belə. Sonra keçdik müəllimlər növbəti printin növbəti komandasına. Bunu bağlayaq, öz sənədimizin üzərində işləyək. Baxın, burada hamısını dedik. Bütün səhifələri çap edir. Print all page, print selection seçilmiş hissəni çap edir. Print current page cari səhifəni çap edir. Hansı səhifənin üzərində isə print custom range interval göstərmək üçün istifadə olunur. Müəllimlər, intervalda xüsusi bir məqam var. Onu da deyim sizə. Baxın, əgər 1-15 vergül tutaq ki 9-25 belə yazıbsa, o zaman burada neçə dənə vərəq var? Və belə xüsusi suallar olur burada printlə bağlı. Baxın, 1-dən 15-ə qədər, indi uşaqlar da bunu necə hesablayır normalda? 1-dən 15-ə qədər neçə səhifə var? Birinci bunu hesablayırlar. Deyirlər, mən 15-dən 1 çıxaram üstə. 1 gələrəm eləyər 15 səhifə burada. 25-dən 9 çıxaram. 16 üstə 1 gələrəm 17. 17 səhifədə burada deyirlər 25 üstə gələ, 15 üstə gələ 17, 32 dənə səhifəmiz var. Amma əslində burada bir məqama fikir vermək lazımdır ki, baxın, 1-dən 15-ə qədər, gəlin bunu belə yazaq. 1, 2, 3, 4 və s. və s. 15. Bir də 9-dan 25-ə qədər. 9 da buralardadır da elə. 25 də buralardadır. İndi baxın, mən 1-dən 15-ə qədər deyəndə, onsuz da ki, bu 9-dan 25-ə qədər olan hissəmiz var idi, ha? Baxın, bu 2 dəqiqə qələmimiz getdi. Bu 9-dan 25-ə qədər olan hissədə 9-15 aralığında olan səhifələr təzədən üst-üstə düşür. Deməli, mən burada bunu 2 dəfə hesablamalı deyiləm. Mən deməli elə 1-dən 25-ə qədər olan səhifələri hesablasam, bu sayı tapmış oluram. Baxın, əslində 1-dən 15-ə 9-dan 25-ə demək, elə 1-dən 25-ə deməkdir. O zaman burada 25 çıx 1, indi bunu görmək olur ki, burada neçə səhifə var. Sadəcə qaydaya görə yazıram. İşte gələk 1. Bu deyir 25 dənə səhifə çap olunacaq. Sonra keçdik indi növbəti hissəmizə. Print one-sided nə deməkdir? Biri var both sided, biri var one-sided. One tək deməkdir, bir deməkdir. Deməli, əgər biz çap edəcəyimiz vərəqi bir üzlü çap ediriksə, yəni bir üzlü printerdən istifadə ediriksə, onsuz da ki, biz bir üzlü çap etməliyik. O zaman print one-sided'dən istifadə edəcəyik. Yox, əgər biz sənədimizin hər iki üzünə çap etmək istəyiriksə, məlumatları, o zaman both sided'dən istifadə edəcəyik. Bu komanda, əgər sizin daxil olduğunuz printer, yəni əlaqələndirdiyiniz printer 200-lü çap etməyə bacarırsa, özü öz daxilində vərəqi çevirə bilirsə, o zaman both sides əmrini seçsək, burada artıq sənədimiz 200-lü çap olunacaq. Buradan hansı suallar gəlir? Gəlin o suallar haqqında danışaq. Deməli, burada səhifələri gəlin verək yenə. Deyir ki, 1-dən 10-a qədər səhifələr çap olunacaq. Burada 1 seçilidir. Burada da belə seçilib. Both sides. Deyir, indi neçə dənə vərəq lazımdır bizə bu sənədi çap etmək üçün? O zaman nəyə fikir verirsə, əvvəlcə səhifə sayını tapmalıyıq. Bütün suallarda səhifə sayı tapılır. 1-dən 10-a qədər 10 çıx 1 üstə gələk 1-dən, deyirik 10 dənə səhifəmiz var. Sonra aşağıya düşürük. Kopya sayını həmişə ən sona saxlayırıq ki, burada neçə kopyadır, ən sonda kopyaya fikir veririk. Deməli, 10 dənə səhifəm var. Əgər 10 səhifəmi 200-lü çap eləyəcəksə,
Biri var vərəq, biri var səhvə. Vərəq iki üzü olan bir kağızdır. Vərəqdə iki səhvə var. Hər üzündə bir səhvə var. Səhvə amma yəni onun bir üzüdür da belə deyək. İndi bizim 10 səhvəmiz var. 10 səhvəmizə 2 yüzlüdürsə 5 dənə vərəq lazımdır. Kopya sayı 1 olduğuna görə elə deyirik ki 5 dənə vərəq lazımdır. Əgər kopya sayı 2 olsaydı, bir dənə kopyaya 5 dənə vərəq lazımdırsa, 2 kopya üçün bizə lazım olan vərəq sayı olardı 10 dənə. Ona 2-5 vurardıq ki, deyərdik 10 dənə vərəq lazımdır. Baxın, both sides və one sides bunu göstərir. Keçdik bu collated hissəsinə. Müəllimlər, düşünün ki, biz yenə 1-dən 10-a qədər vərəqləri çap edirik. Hətta gəlin biraz az yazaq, 1-dən 5-ə qədər yazaq. 2 kopya olacaq bu vərəqlərdən. Mən də burada collated seçmişəm. Baxın, collatedin altına baxın. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Qaydamız budur. Deməli, gəlin bununla bağlı da yazaq. Collated seçmişəmsə, o zaman mənim bu vərəqlərim hansılardır? Yəni, səhvələrim hansılardır? 1-dən 5-ə qədər 1 var, 2 var, 3 var, 4 var, bir də 5 var. Yəni, bunu mən belə seçmişəmsə ki, 1, 2, 3, 1, 2, 3, 1, 2, 3. Yəni, collated-dirsə, hərəsindən 2 kopya demişdim axı. Baxın, 2 kopya. Onda bu necə çap olunacaq? Deməli, birinci çap olunacaq. 1, 2, 3, 4, 5 sırayla çap edəcək hamısını. Ondan sonra ikinci kopya üçün yenə 1, 2, 3, 4, 5. Baxın, bu ardıcıllıqla çap edəcək. İndi desək ki, belə ayarlamalar belə edilib. 1-dən 5-ə qədər səhvəmiz var. 2 kopyadır. Deyir, amma printerdə 5 dənə vərəq var. Bu da both sides olmasın. Bu one sides olsun. 2 dəqiqə. Bunu belə seçək hələ ki. Deyir ki, printerdə də deyir. 5 dənə vərəqim var. Deyir, indi bu 5-ci vərəqdə, yəni ən son çıxan səhvə nömrəsi neçə olacaq? O zaman biz fikirləşməliyik ki, bu neyəcək? Collated seçmişəmsə, 5 dənə səhvə çıxartmalı deyil. Birinci vərəqə bunu çıxardacaq. İkinci vərəqə 2 nömrəli səhvəni. Üçüncü vərəqə 3 nömrəli səhvəni. Dördüncü vərəqə 4 nömrəli səhvəni. Beşinci vərəqə 5 nömrəli səhvəni çıxardacaq. Deməli, 5-ci vərəqdə 5 nömrəli səhv olacaq. Desək ki, 7-ci vərəqdə, yəni printerdə 7 vərəq var. 7-ci vərəqdə neçə nömrəli səhvə çıxacaq? O zaman deyərik ki, 1, 2, 3, 4, 5-i sırayla çıxardacaq. 5 dənə vərəqim getdimi? 6-cı vərəqə təzədən 1 çıxardacaq. 7-ci vərəqə 2 çıxardacaq. O zaman 7-ci vərəqdə 2 nömrəli səhv olacaq. İndi gəlin bu vəziyyəti biraz dəyişək. Vəziyyəti dəyişək. Bir dəqiqə. Bunu uncollated seçək. Əgər belə seçmişəmsə, o zaman necə olur? Aha. Şimdi buradan yazıram onda. Mən 1-dən 5-ə qədər səhvələr çap etməliyəm də. 1, 2, 3, 4, 5. Baxın, bunları çap etməliyəm. İndi nə edir? Uncollated olduğuna görə birinci kopyada çap edir nəyi? Biraz blok sxema oxşadı. Deməli, çap edir nəyi? Birinci səhvədən bir dənə, ikincidən bir dənə. 2 kopya demişəm axı mən. Sonra nə edir? Keçir ikinci addımda. İkinci səhvədən hərəsindən 2 dənə çap edir. Üçüncü addımda, üçüncü səhvədən 2 dənə çap edir. Və bunu bu şəkildə sonra 4-cü səhvədən 2 dənə çap edir. Çünki mən demişəm hərəsindən 4-cü səhvə 2 dənə çap etsin. Sonra 5-ci səhvədən 2 dənə çap edir və burada dayanır. Çünki mən uncollated seçmişəm. Birinci səhvəni götürən kimi ondan neçə kopya demişəmsə çap etməlidir. Sonra növbətlərə keçir. Daha sıralamır tək-tək. İndi belə desə ki, uncollated seçilib. 5 dənə vərəq var printerdə. 5-ci vərəqdə hansı nömrəli səhvə çap olunacaq? Baxın, birinci vərəqdə 1 nömrəli, ikinci vərəqdə 1 nömrəli.
Üçüncü, dördüncü vərəqdə 2 nömrəli səhv olacaq. Beşinci vərəqdə 3 nömrəli səhv olacaq. Baxın, buradan da belə suallarımız gəlir. Keçək növbətiyə. Bu printdən xeyli sual olur deyə mən bunları sizə tək-tək izah etməliyəm. Deməli, keçdik Portrait Orientation bu komandamıza. Müəllimlər, bu komandamız onu göstərir ki, bizim vərəqimizin istiqaməti necə olacaq? Biri var vərəq dikinə olacaq, biri var eninə, album olacaq, album formatında. Əgər vərəqin eni bizim yazımıza kifayət etmirsə, məsələn, aylıq tabelimi qurursunuz, böyük bir cədvəlmi qurursunuz, o zaman en kifayət etmir. Kifayət etməyəndə landscape formatından istifadə etmək lazımdır ki, vərəq eninə olsun. Baxın, əslində burada çox da bilinmir, çünki vərəqimizin baxın, bu hissəyə baxın, ön baxış panelinə. Mən burada portret seçəndə vərəq dikinə olur, amma landscape seçəndə album şəkil dəftəri formasında olur. Müəllimlər, baxın, burada var letter, yəni vərəqin növü. Vərəqin növünü hansı vərəq növündən istifadə edirsinizsə onu seçməlisiniz. Məsələn, biz A4-dən istifadə edirik əksər hallarda. Ona görə A4 seçirəm. A4-ün ölçüsünü də yazsanız yaxşı olar. Baxın, 21 santimetrin 29,7 santimetrə. Yəni, bəzən suallarda görürük, yəni olur. Sonra müəllimlər, normal mərginsiz yazılan hissə. Səhvənin kənar boşluqlarını təyin edir. Mən bunun üçün hazır bir sənəd açım. Hazır sənəd üzərində gəlin göstərək bunu. Baxın, belə bir sənədim var. Mən burada print əmrinə daxil oluram. Fikir verin, sənədim burada ön baxış panelində görünür. Kənar boşluqlarına baxsaq, baxın, kənardan olan boşluqlarıdır, yuxarıdan olan, sonra sağdan olan, hətta mən buradakı sütunu ayırmışam, bu aradakı boşluqlardır. Bunları nizamlamaq üçün buradan custom margins əmrinə istifadə edirik. Xüsusi kənar boşluqlar deməkdir. Baxın, burada xüsusi kənar boşluqlarımız var. Top yuxarıdan, left soldan, bottom aşağıdan, right sağdan nə qədər məsafə olacaq, onlar yazılıb. Bunlar bizə təklif olunan formalardır. Məsələn, baxın, bir fikir verin. Mən biraz uzaqlaşdıracağım ki, siz bu ön baxışdan sənədi görəsiniz. Məsələn, mən normalı seçsəm, fikir verdiniz, kənar boşluqlarıma nə qədər artdı? Bu vərəqimin digər vərəqə keçməsinə səbəb oldu. Baxın, indi səhvə sayım oldu 2 dənə. Mən səhvə sayını 2 istəmirəmsə, daha az istəyirəmsə, kənar boşluqları azaltmalıyam. Məsələn, narrow seçdim. Narrowda baxın, kənar boşluqlar azaldı və səhvə sayım oldu. Baxın, burada bir dənə səhvə oldu. Deməli, bu margins hissəsi bizim kənar boşluqlarımızı təyin edir. Ən sonuncu komandamız bu bir page per sheet yazılan, yəni bir səhvədə, bir vərəqdə daha doğrusu neçə səhvə. Yəni bir vərəq üzərində biz bir səhvə, 2 səhvə, 4 səhvə, 6, 8 və 16 səhvə çap edə bilərik. Bu standartdır. Bunu müəllimlər qeyd eləyin. Biz bir vərəq üzərində Word-də ya 1, ya 2, ya 4, ya 6, ya 8, ya da 16 səhvə çap edə bilərik. Əlavə səhvə çap edə bilmirik. Bundan daha çox və yaxud da bundan kənar, məsələn, bir vərəqdə 3 səhvə çap edə bilmirik. Bir vərəqdə 5, 7 səhvə çap edə bilmirik. Standartlarımız bu şəkildədir. İndi tutaq ki, belə seçilib. 16, bir vərəqdə 16 səhvə. Burada da deyir ki, 1-32. Burada da bir kopyadır. Deyir, indi bizə neçə vərəq lazımdır? Sualın həllinə kopyanı saxlayırıq, buradan başlayırıq. Səhvə sayını tapırıq. 1-32 arasında 32 dənə səhvəmiz var. Bir üzlüdür. Deməli, hələ ki mənə bura qədər 32 dənə vərəq lazımdır. Bu kollar dedim, bura aidiyyatı yoxdur. Portrait orientation istiqamətdə aidiyyatı yoxdur. Vərəq növünün aidiyyatı yoxdur. Bu kənar boşluqların aidiyyatı yoxdur vərəq sayına. Bir dənə bura gəlirik. Deyir ki, bir vərəqin üzərində 16 səhvə çap olunacaq. Mənim 32 səhvəm var.
Bir vərəqdə 16 səhifə çap olunacaqsa, iki vərəqdə də 32 səhifə çap olunacaq. Deməli, mənə iki vərəq kifayətdir ki, 32 səhifəni çap edim. Əgər bu da one-sided yox, both-sided seçilsəydi, o zaman mənə bircə dənə vərəq kifayət edərdi. Çünki baxın, düşünün ki, mən burada baxın bir vərəqin, bu vərəqin bir üzü olsun. Bu da vərəqin digər üzü olsun. Eyni vərəqdə ha bunlar bir üzüdür, bir də digər üzüdür. Düşünməyin ki, bu ayrıdır. Əgər bunun bir tərəfində 16 dənə, 16 dənə, burada da 16 dənə digər üzündə vərəq çap edirəmsə, cəmi eləyir 32 səhifə. Səhifə çap edirəmsə, cəmi 32 səhifədir. 32 səhifəmə bircə dənə vərəq kifayət elədi. Deməli, bu cür seçim olsa, 200-lüdürsə və 32 səhifə varsa, hər səhifədə də 16 səhifədirsə, bir vərəq kifayət edir ki, bunu çap edəm. Bura qədər print funksiyası, print komandası. Aydındır müəllimlər. Bir dənə səsinizi çıxardın, görək, başa düşdünüzmü? Bəli, müəllim. Bəli, müəllimə. Onun üstündə işləyirdi, ancaq bu dərəcədə yox. Aha, yəni burada hər şeyə fikir verməlisiniz. İndi mən sualları işləyəndə də sizə sualların üstündə də deyəcəm. Çünki belə xırda məqamlar olar, asan suallar olur, amma xırdalıqlara fikir verməsəz, sualı səhv yaza bilərsiniz. Keçək bura. Oldu. Save and send əmri. Yadda saxla və göndər. Müəllimlər, yadda saxlayıb e-maillə, hansısa veb üzərindən, paylaşım nöqtəsindən, blogda paylaşa bilərsiniz. Yəni, yadda saxlayıb elə promoy bir dəfəlik göndərmə edə bilərsiniz. Save and send əmrindən. Help bilirsiniz ki, kömək deməkdir. Yadınıza gəlir, help əmrinin klaviatura qısa yolunu öyrənmişdik. Kim deyər, nə idi? Ctrl F1 müəllimə. Eləcə F1. Ctrl Eləcə F1 lenti gizlədib açmaq komandası idi. Eləcə F1. Bu, ya bunu faildən help əmrindən eləyirik, ya gəlirik, baxın, ya menü lentinin sağındakı bu sual işarəsindən eləyirik, ya da klaviaturadan helpin qısa yolu F1'dir. F1'i icra edirik. Dedik ki, Microsoft Word haqqında kömək almaq üçün istifadə olunan komanda. Keçdik Options əmrinə. Options əmri, mən bunu silim müəllimlər, bu ekranda qalmasın. Options seçim deməkdir. Kompüterimizin yadınıza gəlirsə, Windows əməliyyat sistemini keçəndə dedik, parametrlərini dəyişmək üçün istifadə edirik kontrol paneldən. Word-ün parametrlərini dəyişmək üçün file menüsündəki Options əmrindən istifadə edirik. Baxın, burada Options əmrindən ən çox sizə lazım olan şey nədir? Dili dəyişmək. Microsoft Word-ün dilini dəyişə bilərsiniz. Buradan gəlirsiniz Language hissəsinə. Buradan, baxın, istədiyiniz bir dili seçirsiniz. Seçdikdən sonra, baxın, məsələn, mən də ingilis dili istəyirəm, tutaq ki, rus dili olsun. Bunu, baxın, bu oxla yuxarı qaldırırsınız. Əgər burada sizdə yalnız bir dil varsa, deməli, dil paketini yükləməyibsiniz. Ona görə yalnız bir dildə istifadə edə bilərsiniz. Dil paketini yükləyənə qədər. Baxın, mən hər ikisində rus dilini qaldırdım, qoydum yuxarı. Bu ekranın dilidir, bu da köməyin dilidir. Bunu OK vurursunuz, yadda saxlayırsınız. Amma bu halda dəyişməyəcək. Çünki səbəb odur ki, müəllimlər, siz proqramdan dəyişimi görmək üçün proqramdan çıxmalısınız, təzədən daxil olmalısınız. Təzədən daxil olanda görəcəksiniz ki, Word-ün dili dəyişdi, amma mən bunu etmirəm. Cancel əmrini vurub imtina edirəm. Çünki mən ingilis dilində istifadə etməliyəm. Sizə ingilis dilində düşür. Options əmrindən bir də nə edə bilərik?